Hər vaxtınız xeyir olsun. 29 sentyabr tarixidir və hibrid avtomobilləri ilə bağlı bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, hibrid avtomobillərinin qiyməti arta bilər. Bu ilin sonunda hibrid avtomobillərə olan vergi güzəştlərinin müddəti başa çatır. Əgər müddət uzadılmasa, bu nəqliyyat vasitələri üçün də gələn ilin yanvarın 1-dən vergi və gömrük rüsumu ödəniləcək ki, bu da qiymətlərin artımına səbəb olacaq. Gündəm xəbər Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar düşünürlər ki, güzəştin müddəti artırılacaq. Əks halda avtomobil bazarında xeyli bahalaşma müşahidə olunacaq. Son vaxtlar benzin və dizellə işləyən avtomobillərin qiymətində xeyli azalma var. Satıcılar hesab eləyirlər ki, güzəştin müddəti uzadılmasa, bu nəqliyyat vasitələri bahalaşa bilər. Qeyd eləyək ki, bəzi millət vəkilləri də məhz bu hibrid avtomobilləri ilə bağlı güzəşt müddətinin uzadılmasını təklif eləyirlər.